Kimsə çöp atsa və ya sahili çirkləndirsə, dərhal sərt reaksiya verirlər. Çünki bu ölkə dünyanın ən təmiz ölkəsi sayılır. İzlandiya iqtisadiyyatının əsası balıqçılıq və balıq məhsullarıdır. İxracın %70'i balıq məhsullarından ibarətdir. İqlimə görə kənd təsərrüfatı çox zəifdir. Buna görə də pomidor və digər meyvə tərəvəzlər xaricdən əsasən Hollandiya kimi ölkələrdən alınır. Bu səbəbdən onların mətbəxi əsasən ət və balıq yeməklərindən ibarətdir. Həm ət, həm də balıq dünyanın ən keyfiyyətlisi hesab olunur. Qaynar yeraltı sularda və ya vulkanik torpaqda təbii şəkildə bişirilən yeməklər İzlandiyaya xasdır. Hava -20 dərəcə olanda belə torpağı qazıb çörək bişirə bilirlər. Amma meyvə tərəvəz tapmaq çətindir, olanlar da çox bahadır. İzlandiya Avropa Birliyinə üzv deyil, lakin bir neçə Avropa ölkəsi ilə birgə iqtisadi zona yaradıblar. İzlandiyanın Ateş və Buzun Əfəndisi adını almasının səbəbi həm